Salam əziz tələbələr. Keçən dərslərimizdə biz yassı dördsbəndli dirsək sürüncək mexanizminin vəziyyətlər planı, sürətlər planı, təcillər planı, qüvvələr analizi ilə tanış olur. Bugünkü dərsimizdə və sonraki dərslərdə isə yassı dördsbəndli oynaq mexanizminin həmin göstərilən məsələləri ilə tanış olaq. Əvvəlcə yassı dördsbəndli oynaq mexanizminin vəziyyətlər planını quraq. Misal kimi, maşın və mexanizmlər nəzəriyəsi fənninin layihələndirmə kitabındakı 3 nömrəli tapşırığın birinci variantını seçək. Gəlin bunu biz çəkək, bu mexanizmi. Sxemini sadə formada əvvəlcə çəkək. Sxemi burada göstərilmişdir. Bunu köçürürük. Yazırıq. Verilir. LAB bərabərdir 0,12 metr. LBC bərabərdir 0,4 metr. LCD bərabərdir 0,33 metr. X balaca X bərabərdir. Yəni X'in balaca hərfinə göstərilir. Həqiqi ölçü bərabərdir 0,33 metr. Y bərabərdir 0,6 metr. Omega 1-də yazaq. Omega 1 bizdə sürət və təcillər planında lazım olacaq. Bərabərdir 8,82 radian bölü saniyə. Bunu biz yaza bilərik belə. Saniyə üstü -1. Çünki radian bizdə açıq kəmiyyətdir. Mexanizmin sxemini də burada bayaq dediyim kimi çəkək. A, B, C, D. Deməli, burada gəlin göstərək. Bu bizdə Y məsafəsidir. Bu isə bizdə X məsafəsidir. İndi bu ölçülərə əsasən bu mexanizmin vəziyyətlər planını quraq. Götürürük A3 format. A3 formatıdır. Əvvəlcə işlərimiz yaxşı geçsin deyə əvvəlcə biz künc tampını çəkək. Künc tampını çəkək və mexanizmin, daha doğrusu bu vərəqin formatını ayıraq. Bu nədir ki, sonraki işlərimiz rahat olsun. Daha sonra künc tampını tez qeyd edək. 185 millimetr, 55 millimetr hündürlüyü 55'tir. Bu künc tampına görə çəkirik ki, biz bura müdaxilə eləməyək və sonraki qurmalarımızda bu bizə qurmalarımızı biz rahatlıqla həyata keçiririk. Çünki künc tampının daxilində yazılar yazılacaq.
Ona görə biz bunu əvvəlcədən qeyd edirik. İndi keçək vəziyyətlər planının qurulmasına. Ölçülərimiz belədir. Bayaq bunu qeyd edirik. İndi vəziyyətlər planını qurmaq üçün biz gəlin yazaq vəziyyətlər planı. Miqyas seçməliyik. Miqyası keçən dərslərimizdə qeyd eləmişik ki, elə seçməliyik ki, o hesabat üçün əlverişli kəmiyyət olsun, yəni mümkün qədər tam ədədlər sırasından olmalıdır. Və ikinci də elə seçməliyik ki, qurulan vəziyyətlər planı bu A3 formatında yaxşı yerləşsin. Çox da kiçik olmasın, çox da böyük olmasın. Böyük olsa aydın ki, buraya yerləşməyəcək. Bizim giriş bəndi 12, digər ölçülərə baxırıq. %12, %4, %33. Məsələn, bu 12, 120 millimetrdir. 120 millimetri biz çertyorda 30 millimetri götürsək yaxşı olacaq. Ona görə yazırıq belə. Yazaq, deməli, miqyas L bərabərdir. LAB bölünmüş AB. Bu nə deməkdir? Bunu keçən dərsdə də qeyd eləmişik. Miqyas bərabərdir kəmiyyətin həqiqi ölçüsü bölünsün onun çertyordakı ölçüsü. LAB bizdə 0,12 metrdir, böləcək. Götürək bunu 30 mm. 30 mm götürəndə bu çox yaxşı bir kəmiyyət alınır. 1000-də 4 metr bölünsün millimetr. Yəni bu kəmiyyət görürsün tam ədəddir. Bu kəmiyyətə vurmaq, bölmək bugün çox rahatdır. Gəlin digər ölçüləri tapaq. BC, yəni BC olacaq. Görürsün burada. Bu LAB, bu isə AB. Bu bunun fiziki həqiqi qiyməti, bu isə çertyor qiyməti. Həmçinin BC. BC bərabər olacaq. Məsələn, bu düsturdan görürük ki, AB bərabərdir, LAB bölünsün müəyyən. Yəni, çertyordakı ölçü bərabərdir həqiqi ölçü. Həqiqi ölçü bölünsün miqyas. Olacaq LBC bölünmüş müəyyən. Bərabərdir. BC bizdə 0,4 metr bölünsün 0,4. Bunu yazarıq indi. CD bərabərdir. Deməli, LCD bölünmüş müəyyən. Bu da bərabərdir. 0,33 bölünsün 1000-də 4. X, böyük X yazırıq. Böyük X çertyordakı qiymətidir. Balaca X onun həqiqi ölçüdür. Olacaq belə. Balaca X bölünsün müəyyən bərabərdir. Yəni də 0,33 bölünsün 0,1000-də 4. Böyük Y bərabərdir. Balaca Y bölünmüş müəyyən bərabərdir. 0,6 bölünsün 0,1000-də 4. Bərabərdir. Gəlin bunları biz hesablayaq tez. Deməli, 10-da 4 bölünsün 1000-də 4. Bu eləyəcək 100 millimetr. 100 millimetr. 33 bölünsün 0,1000-də 4. Bu da elədir 82,5 millimetr. X bu da həmin kəmiyyətdir. Eyni kəmiyyətdir. Olacaq 82,5 millimetr. Bu olacaq bizdə deməli 15 millimetr. İndi bu ölçülərə əsasən biz mexanizmin vəziyyətlər planının qurulmasına başlayırıq. Vəziyyətlər planını qurmaq üçün mexanizmin əvvəlcə biz kənar vəziyyətlərini tapmalıyıq. Kənar vəziyyətlər tapmaq üçün kənar vəziyyət o vaxt alınır ki, AB bəndi və BC bəndi bir düz xətt üzərində yerləşsinlər. O zaman kənar vəziyyət alır. Birinci kənar vəziyyət bunlar olur deməli AB üstə gəl BC bərabərdir 30 mm üstə gəl 30 üstə gəl 100 mm elədir 130 mm. İkinci kənar vəziyyət olacaq BC çıxılsın AB. Oldu 100 mm çıx 30. Bu da elədir 70 mm.
əvvəlcə biz A nöqtəsini qeyd edək sözdə. Onun radiusunu götürmüşdük 30 mm. Gəlin burada 30 mm götürək. 30 mm. Belə eləyək. Gəlin buradan vuraq ki, belə yaxşı alınacaq. 82, 15, 100, biraz da aşağıdan götürək. Biraz, yəni, ehtiyat məsafəmiz qalsın deyə biraz aşağı götürürük. Bunu çox da qalın çəkmək lazım deyil. Buradan bir, deməli, gəlin indi nazik xətlə, şaquli və bağışlayın, üfqi xət. Üfqi xətti aparmaq üçün belə bir üsuldan istifadə edək. Mərkəzini qeyd edək. Belə. Buradan da gəlin, balaca bir qövs çəkək. Həmin qövsə toxunan çəksək, alırıq üfqi xət. Üfqi xət bizə lazımdır nəyə görə? Bu, həmin buradakı x məsafəsini qeyd etməyə. X məsafəsi bizdə 82,5 mm-dir. Gəlin onu qeyd edək. (82,5 mm). Buradan da yuxarı y məsafəsini qeyd edək. 15 mm. Bu bizdə A nöqtəsidir, bu isə D nöqtəsidir. A-nı da indi qeyd edərik. İndi biz həmin nöqtədən, əvvəlcə D-dən qeyd edək CD radiusunu 82,5 mm. Sonra bu radiusları bayaq hesabladığımız 130 və 70. Kənar vəziyyətləri tapmaq üçün bağışlayın, mən bir qədər burada bu radiusu çəkdim nazik. Siz yaxşı görmək üçün bunu bir qədər qalınlaşdırım sizin üçün. Yəni qalınlaşdırıram. Və aldıq birinci kənar vəziyyəti. Həmin kənar vəziyyəti gəlin biz birləşdirək çevrənin mərkəzi ilə. Bu olduğu mexanizmin birinci kənar vəziyyəti. Həmin kənar vəziyyətdə bəndlər belədir. AB bəndi. Gəlin hər iki nazik xətlə çəkək. A, B, C, D. A, B, B, C, C, D. Bu birinci kənar vəziyyət. İkinci kənar vəziyyət almaq üçün buradakı həmin bu 70 mm-dən bir dənə qövs çəkib onu kəsişdiririk. Yenə də bu CD radiuslu qövslər. Bunun da bir kəsişməsi, qeyd edək kəsişməsini. Sonra bu nöqtəni birləşdirək çevrənin mərkəzi ilə. Artıq bu tərəfə çevrənin bu bir tərəfinə aparırıq. Bunu da biz birləşdirək gəlin. İkinci kənar vəziyyət. Bu oldu mexanizmin iki dənə kənar vəziyyəti. Bu vəziyyətdə isə ikinci kənar vəziyyətdə AB bəndi, CD bəndi və bağışlayın, AB bəndi, BC bəndi və CD bəndi. Burada da C, burada olsun bizdə B. İndi görək bunlardan bu kənar vəziyyətlərdən hansını biz başlanğıc kimi seçək. Mexanizmdə mexanizmin sxeminə, kitabda verilən sxeminə baxanda görürük ki, bu vəziyyətdən başlayıb çəkmək lazım. Çünki burada bənd
bu istiqamətdə fırlanır. Əsas təsir edən müqavimət momenti əksinə, yəni bu bəndin, CD bəndinin saat əqrəbinin əksinə istiqamətdə təsir edir. Ona görə biz B nöqtəsini götürməliyik kənar vəziyyət kimi. Çünki burada fırlama bu istiqamətli olduğundan, bu kənar vəziyyətdən bu kənar vəziyyətə gələnə kimi bu moment bizdə müqavimət momenti rolunu oynayır. Ona görə buranı götürmək lazımdır. Həmin nöqtədən başlayaraq çevrəni 8 bərabər hissəyə bölək. Yazaq bura, bu birinci vəziyyət, kənar vəziyyət kimi göstərilir. Burada yazaq C1, bu da olsun D. Bu ikincini isə götürək B1, yəni ştrix, ikinci kənar vəziyyət, bu da olacaq C1 ştrix, bu da ikinci kənar vəziyyət. Ancaq vəziyyət planının qurulmasına başlayırıq birinci kənar vəziyyətdən. Nə edirik? Deməli, gəlin əvvəlcə çevrəni bölək, B1-dən başlayaraq çevrəni bölək 8 bərabər hissəyə, əvvəlcə bölək 4 bərabər hissəyə, tənbölən qaydası ilə, yəni bu sizə hamımıza tanışdır. Yox, bağışlı, səhv elədim. Deməli, buradan başlayaq, belə bir nöqtədən qeyd edək. İkinci də buradan, deməli, gəlsin bura. Kəsişmə nöqtəsini balaca qeyd edirik və mərkəzlə birləşdiririk. Belə. Çevrə 4 bərabər hissəyə bölünür. Daha sonra çevrəni bölək 8 bərabər hissəyə. Bu nöqtəni qeyd edək. Buradan belə bir xətt çəkək. Çevrəni böldük biz artıq. Hələ yox. Buradan da ikinci 90 dərəcəni də bölək. 90, bu da hara düşür bu? Bura düşdü nöqtə. Buranı da yenə buradan birləşdirək çevrənin mərkəzinə. Gəlin indi nöqtələri qeyd edək. B1, B2, B3, B4, B5. Bu bizdə ikinci kənar vəziyyətdir. Bu nöqtə. Bu olacaq B6, B7 və B8. Sonra yenidən gəlir B1. İndi BC bəndi qədər açırıq sirkulu, yəni 100 mm. Gəlin bu xəttkeşdən istifadə edək. Bir də mən yoxlayayım bunları ölçünü. Düppədüz. Bunlar görürsün 100 mm-dir. Bir də bu məsafə 100 düzdür. İndi gəlin bir-bir quraq. Birinci vəziyyətdə artıq var. Qurmuşum. İkinci vəziyyət. Yazıram bura C1. Kəşdiririk. C2. C3. C4. Bağışlayın. C1. Bağışlayın, mən səhv etdim burada. C1, C2, C3, C4, C5. Səhvimizi düzəldək. C5. Sonra gəlir C6. C6 biraz kənara düşür. Deməli, haradasa bura düşür. C6. C7. C8. Birincini buradan aşağıdan gedək. C8.
budur. Gəlin bunu düzəldək ki, yaxşı görünsün. C8, bu isə C2 idi. Şimdi gəlin birləşdirək bunları. C2, B2'ni C2 ilə birləşdiririk. B3'ü C3 ilə, B4'ü C4 ilə, B5'i C5 ilə, gəlin yoxlayaq. Yəni B5, C5, bu nədir? C5 budur. C5'i B5 ilə birləşdiririk. B6'nı C6 ilə, B7'ni C7 ilə və B8'i C8 ilə birləşdiririk. Şimdi bu nöqtələri də birləşdirək biz, deməli, D nöqtəsi ilə. Beləliklə mexanizmin 8 vəziyyət planı alınmış oldu. Bu vəziyyətlərdən birində mexanizmin bəndlərini qalın xətlərlə göstəririk. Deməli, əvvəlcə cütləri işarə edək səliqə ilə. Yazaq qalın xətlə A. Bu cütü göstərək. Sonuncu işarələr qalın xətlərlə göstərilir. D nöqtəsi, D nöqtəsi, A nöqtəsi, D nöqtəsi. Bu vəziyyətlərdən birində mexanizmi qalın xətlərlə göstərir. Hansı vəziyyət? İstənilən vəziyyət ancaq işçi gedişdir. İşçi gediş birincidən və bura kimidir. Bu nöqtəyə kimi olan hissə bizdə, gəlin onu hətta bucaqla da sirkulla göstərək. Sizin üçün aydın olsun. Buradan bizdə bura qədər. Bu bizdə işçi gedişdir. Buradan bura kimi işçi gedişdir. Yəni bir kənar vəziyyətdən digər kənar vəziyyətə qədər. Qalın xətlərlə gəlin qeyd etməni davam etdirək. Məsələn, üçüncü vəziyyəti biz gəlin qalın xətlərlə göstərək. Yenə üçüncü deməli bizdə budur. Gəlin bir də yoxlayaq. Bu bizdə 100 mm olmalıdır. Deməli, B3 buradır. Qalınlaşdıraq. B3, C3'ü, B3, C3'ü qalınlaşdırırıq. Beləliklə, vəziyyət planı hazırdır. Köməkçi xətləri pozaq. Hansı ki, bu təmbölən qaydası ilə biz istifadə edib bucaqları yarı bölürdük. Deməli, bəndin fırlanma istiqamətini göstərək. Bu bizdə omega 1'dir. Gəlin burada qeyd edək. Yazaq. Vəziyyətlər planı. Gəlin yazaq.
altından xətt çəkək və qeyd edək müel. Müel bərabərdir 0,1004 metr bölünsün millimetr. Beləliklə vəziyyətlər planı quruldu. Əziz tələbələr, dördbəndli oynaq mexanizminə aid növbəti dərsimizdir. Keçən dərsimizdə biz dördbəndli oynaq mexanizminin vəziyyətlər planının qurulmasını öyrəndik. İndiki dərsimizdə isə növbəti məsələni, dördbəndli oynaq mexanizminin sürətlər planının qurulmasını öyrənək. Aydındır ki, sürətlər planını qurmaq üçün vəziyyətlər planı artıq qurulmuş olmalıdır. Çünki sonraki qeydlərimizdə görəcək ki, vəziyyətlər planı olmadan sürətlər planını qurmaq olmaz. AB bəndi giriş bəndidir. AB bəndi giriş bəndidir. Ona görə sürətlər planının qurulmasını AB bəndindən başlamaq lazımdır. Biz burada istifadə edəcəyik qrafo-analitik üsuldan, yəni tənliklər yazılır, tənliklərin həlli isə tənliklər yazılır, yəni analitik şəkildə ifadə olunur. Tənliklərin həlli isə planların köməyi ilə həll olunur. Necə olur? Gəlin baxaq. Əvvəlcə qeyd etdiyim kimi B nöqtəsindən başlayırıq. Ancaq başlanğıcda gəlin yazaq. Yazaq. Deməli, vəziyyətlər planı. İndi sürətlər planı. Sürətlər planı. Başlayaq B nöqtəsinin sürətindən. V bərabərdir. Omega 1 vurulsun LAB bərabərdir. Qiymətləri artıq biz yazmışdıq. Omega 1 deməli bizdə 8,82-dir. LAB 0,12-dir. Gəlin vuraq, görək burada nə alınır. 8,82 vurulsun 0,12. Elədir 10 tam bağışlayın. Elədir 1,58 metr bölünmüş saniyə. Bu sürətin B nöqtəsinin sürətinin qiyməti moduludur. Bunun istiqaməti isə vektor kimi bu həmişə perpendikulyar olur həmin cari vəziyyətdəki AB bəndinə. AB bəndinə perpendikulyar olur. Gəlin bu vektoru biz planlar deyilən qurmada göstərək. Onun üçün əvvəlcə miqyas qəbul edək. Sürətlər planının miqyası. Gəlin baxaq görək sürət nə qədər. Sürət bizdə 1,1058. Gəlin bunu əvvəlcədən bölək 2-yə, alındı 0,52. Deməli, bunun parçasını götürürəm mən, PB parçası götürürəm 0,53. Bağışlayın. 53 millimetr. 53 millimetr. Onda yəni, təxminən 52,19-un yuvarlaq qiyməti 53 millimetr. Onda MV bərabər olacaq. Həqiqi qiymət VB bölünsün onun parçası PB olacaq deməli 1,58 bölünsün 53 təxminən. Yəni əslində 52,19-dur, mən yuvarlaşdırmışam. Onda gəlin görək nə alınır burada. 1,058 bölək 53. Görürsünüz, alındı 0,1999. Yəni bunu götürürük 0,2 metr bölünmüş saniyə. Saniyə çürür aşağı, metr bölünsün saniyə vurulsun millimetr. Bu bizim miqyas oldu.
C nöqtəsinin sürətini təyin etmək üçün vektor tənliyi tərtib edirik. Bərabərdir. Vektor kimi V. Gəlin bunu mən biraz aşağıdan yazım. Çünki bizə yer lazım olacaq burada. Yazıram VC bərabərdir. VB vektor kimi üzərinə gələk VC-nin B-yə nədirən sürəti. Bunlar vektordur. VB-nin həm qiyməti, həm istiqaməti məlumdur. VCB və VC vektorlarının isə ancaq istiqamətləri məlumdur. Biz gəlin şərtləşək, bunu biz keçən dərsimizdə də şərtləşmişdik. Həm qiymət, həm də istiqaməti məlum olan vektorlar altdan 2 xətlə, ancaq istiqaməti məlum olan vektor isə altdan 1 xətlə qeyd edirik. İstiqamətləri yazaq. VB deməli perpendikulardır AB-yə. VCB C-nin B-nin sürəti, yəni biz baxırıq bu nisbi hərəkətə, C-nin B-nin nisbi hərəkəti. Onda olacaq VCB sürəti olacaq perpendikulardır BC bəndinə cari vəziyyətdə. VC isə perpendikulardır CD bəndinə. İndi gəlin bunları biz bu vektor tənliyinin necə həll olunduğunu həyata keçirək bu sürətlər planında. Bayaq dediyim kimi, əvvəlcə biz B nöqtəsinin sürətini biz qeyd eləməliyik bu vektor tənliyində. Gəlin bunu biz burada ardıcılığı da qeyd edək. Ona görə mən bunu bayaq pozum ki, burada ardıcılığı qeyd edək. Bu olsun bizdə birinci əməliyyat. Birinci əməliyyat biz VB-ni qeyd edirik. Bu olsun ikinci əməliyyat. VCB-ni qeyd edirik. Üçüncü əməliyyatımız olsun VC-nin çəkilməsi. İndi görə bu nə cür həyata keçirilir? Əvvəlcə çəkirik. Perpendikulardır AB-yə. Deməli, hansı vəziyyətdə? İxtiyari vəziyyət. Məsələn, əvvəlcə götürək bu qara xətlərlə, qalın xətlərlə çəkilmiş vəziyyəti, sonra digər vəziyyətləri də qurarıq. Götürək, deməli, burada baxırıq, görürük ki, bənd bu istiqamətə fırlanır, bu bəndin sürəti bu istiqamətdə olacaq. Yəni, sürət həmişə AB-yə perpendikulardır və hərəkət istiqamətindən. Gəlin, AB-yə bir perpendikular xət çəkək, xət keçi götürək. Burada düzbucaqlı, üçbucaqdan istifadə edək. Deməli, bu oldu bizim AB bəndinə, həmin o bu vəziyyətdə, üçüncü vəziyyətdə AB bəndinə perpendikular. Uzunluğunu götürürük 80, uzunluğunu götürürük 53 mm, əslində 52.9-dur, ancaq aydındır ki, biz qurmada sıfırında biri qeyd edə bilmərik, götürürük 53 mm. Elə ona görə də bu qraf 16 qüsul, yəni bir qədər təqribi üsuldur. Götürək, yəni burada oldu 53 mm. Bu vektor bu istiqamətdədir. Bu istiqamətdədir. Bu bizdə buna deyirlər qütb nöqtəsi. Qütbdən başlayaraq biz qurmaları, yəni vektorları işarə edirik. Biz nəyi çəkdik? Biz çəkdik bu vektor tənliyində VB-ni. Görürsünüzmü, əziz tələbələr? Bu VB-nin təsvir edən parçadır. İndi bunun üzərində biz hansı vektoru gəlməliyik? Bunun üzərinə vektorial cəm kimi VCB vektorunu gəlməliyik. Bunun üzərinə VCB-ni gəlməliyik. Onun istiqaməti nə cürdür? Perpendikulardır BC. Ona görə bu VB-nin ucundan perpendikulardır BC çəkməliyik. Hansı vəziyyətdə? Üçüncü vəziyyətdə. Yəni B3, C3. Bunu gəlin B3, C3-ə perpendikular çəkək. Uşaq tələbələr. Belə. Bu da buradan gəldik buna belə bir perpendikular çəkdik. Bu vektorun hələ ki istiqamətini bilirik, qiymətini hələ ki bilmirik.
bu iki vektorun cəmi verməlidir üçüncü vektoru. Bunun istiqaməti isə perpendikulardır C-dir. Öyle bu mütləq vektordur, yəni bu qütb nöqtəsindən çıxır. Ona görə biz qütb nöqtəsindən nə edirik? Perpendikulardır C-də çəkirik. Üçüncü vəziyyət üçün. Cari vəziyyət. Deməli, gəlin baxaq. Üçüncü vəziyyət. Və üçüncü vəziyyətdə biz həmin bu P nöqtəsindən çəkirik. VS vektorunun istiqaməti. Bunlar gəldi, kəsişdi. Yəni bu kəsişmə bizə verir vektor tənliyinin, bu vektor tənliyinin həllini verir. Yəni bu oldu bizdə belə. Bu da nisbi sürət. Bu da oldu bizdə C nöqtəsi. İndi gəlin bu xətti bir balaca qalınlaşdıraq. Qalınlaşdıraq. Beləliklə bu oldu bizdə üçüncü vəziyyət üçün sürətlər planı. Bu sürətlər planından biz nəyi tapırıq? Biz bu sürətlər planından sürət məsələsi üçün xas olan bütün kəmiyyətləri tapa bilərik. Məsəl üçün, birinci, deməli, və qeyd edelim ki, VS və VSB-lərin istiqaməti var, ancaq qiymətləri yoxdur. Qiymətlərini tapırıq sürətlər planına əsasən. Deməli, yazırıq V, yazırıq VS bərabərdir. PS parçası vurulsun növbəyə, VSB bərabərdir. BS parçası vurulsun növbəyə. Nədir bu? Nə deməkdir? Gəlin baxaq. Bərabərdir. Bərabərdir. PS nə qədərdir bizdə? Gəlin ölçək onu. PS-ni bu bizdə təxminən 50 mm-dir. 50 mm vurulsun miqyas. Sürtəm %2. Bu da eləyir 1 metr bölünsün saniyə. VSB bu parçanı ölçürük. Bu parça bizdə 37 mm-dir. Bərabərdir. 0,74 metr bölünmüş saniyə. Görürsünüzmü? Miqyas yuvarlaq kəmiyyət olanda vurmaq çox rahatlaşır. Ona görə miqyası yuvarlaq kəmiyyətlərdən seçmək lazımdır. Deməli, biz VS-nin tapdıq qiymətini və nisbi sürət VSB-ni tapdıq. Sürətlər planından istifadə etməklədir. Həmçinin BS bəndinə məxsus ixtiyari nöqtənin sürətini tapa bilərik. Məsələn, ümumilə xələl gətirmədən qəbul edək ki, bu nöqtə, sürətini tapmaq istədiyimiz nöqtə BS bəndinin ağırlıq mərkəzidir və o da qəbul edək ki, bəndin ortasındadır. Və hansı nöqtədir? O bizdə bu 100 bölü 2 yerə və bu bizdə bu S2 nöqtəsidir. İndi S2 nöqtəsinin sürəti nə cürdür? Oxşarlıq prinsipindən istifadə edərək, yəni burada bəndin ortasındadır S2. Burada da bu həmin o bənddə BS bəndindən sürətin paylanmasını göstərir. Ona görə burada da biz oxşarlıq prinsipindən əsasən 37-ni bölək 2 yerə 16, deməli 16 yarım. Bu yox, düz olmadı. Deməli 37 deməli bunu biz 5, 17, 36, 18 yarım. 18 yarım. Və bura düşür. Təxminən bura düşür bu nöqtə. BS parçasının ortası. Bu oldu. Yazırıq buna S2 nöqtəsi. Bunu birləşdirəndə alırıq S2 nöqtəsinin sürət vektorunu. İndi gəlin onu qeyd edək. VS2 görə nə qədərdir? Bərabərdir. PS2 parçası vurulsun müvəyə. PS2-ni gəlin ölçək. Təxminən 38 mm.
bərabərdir. Deməli, eləyəcək 0,76 metr bölünmüş saniyə. Sürətlər planından istifadə etməklə həm də ikinci bəndin bucaq sürətini təyin edə bilərik. Bu sürət, bucaq sürəti belə təyin olunur. Omega 2 bərabərdir VSB bölünsün LBC. Bölünsün LBC-yə. Bərabərdir. VSB bizdə 0,74'dür. LBC burada biz bayaq qeyd etmişdik. 0,4 bölünsün 0,4. Nə qədərdir? Gəlin hesablayaq. Deməli 0,74 bölünsün 0,4. Belədir. 1,85 radyan bölü saniyə, yəni 1 böl saniyə. Bunu belə yazə bilərik. Yəni 1,85 saniyə üstü -1. Beləliklə biz üçüncü vəziyyət üçün sürətlər planını qurduq. İndi bu qurmaları biz həmin vektor tənliyinə əsasən digər qalan 7 vəziyyət üçün həyata keçirək. Başlayaq əvvəlcədən 3 bizdə hazır, 3-cü vəziyyət hazırdır. Keçək birinci vəziyyət. Birinci vəziyyət kənarı vəziyyətdir. Bu xüsusi vəziyyətdir. Birinci vəziyyətdə biz götürürük. AB bəndinə bir dənə perpendikulyar çəkək. $53 mm qeyd edirik. Bu bizdə P nöqtəsi olur. Bu isə oldu B nöqtəsi. PB parçası həmin vəziyyətdə B nöqtəsinin sürətidir. Bu birinci vəziyyətdir. Sonra vektor təyinə əsasən bunun üzərində gəlməliyik VSB-ni. Ancaq bu vəziyyətdə VSB, BC bəndi və AB bəndi bir düz xətt üzərindədir. Ona görə bunun üzərindən çəkilən bu VSB, CB bəndinə perpendikulyar gəlir elə bu xəttdən üstə düşür. Ona görə bu nisbi sürət, VSB sürəti buradan gəlir belə. Və o birisi xətti də çəkəndə deməli birinci vəziyyətdə C1-dəyə perpendikulyar çəkəndə belə gəlir burada kəsir. Deməli bu vəziyyətdə C nöqtəsinin sürəti elə bizdə 0-a bərabərdir. P nöqtəsi ilə üst-üstə düşür. Deməli bu bizdə oldu B nöqtəsinin sürəti, bu isə VSB sürəti. Gəlin bunları qeyd edək. Deməli bu oldu bizdə. Qeydi gəlin burada aparaq. Çünki bütün vəziyyətlərdə bir vəziyyətdə qeyd edəsəniz bəsdir. Bütün vəziyyətlərdə nisbi sürətləri qeyd edəsəniz bir qədər qarma-qarışıq var. Deməli burada birinci VB1, bu vektor bizdə oldu VB nöqtəsinin sürət vektoru. Bu vektor bizdə oldu VC-nin B-yə nəzərən sürət vektoru. Bu oldu bizdə C nöqtəsinin sürət vektoru. Bax, bunu da gəlin buradan belə göstərək. Bu oldu bizdə VS2-nin sürət vektoru. Onu təsvir edən parçalardır. Belə. Burada isə qeyd etmək lazım, hər dəfə qeyd etmək lazımdır. Yəni, bu parça oldu, bu vektor təyinə əsasən VB. Bu parça, yəni gəldi, oldu VSB. C nöqtəsinin sürəti isə burada 0-a bərabərdir. Bunun gəlin yanında yazaq. Birinci vəziyyət. Keçək ikinci vəziyyətə. İkinci vəziyyət. İkinci vəziyyətdə gəlin çəkək, deməli biz belə bir parça.
53 mm. Bir də yoxlayaq. Bəli, 53 mm. Bunun üzərindən, ucundan, deməli, bu həmçə birinci əməliyyat bizdə P, B-nin çəkilməsidir. İkinci əməliyyat BC-yə perpendikular. İndi ikinci vəziyyətə baxaq. İkinci vəziyyətdə, bax, budur. B2, C2. Görürsünüzmü? B2, C2. Xəttkeşi qoyuruq B2, C2-nin üzərinə və buna perpendikular çəkirik. Gəlin belə çəkirik. Və P nöqtəsindən çəkirik. D2 C-yə perpendikular. Çəkdik. Perpendikular. Deməli, bunlar burada kəsişdi. Deməli, bu parça oldu bizdə VB sürəti, bu parça oldu. Yəni, VSB nisbi sürət vektoru, bu parça oldu bizdə C nöqtəsinin sürət vektoru. Hansı vəziyyətdə? İkinci vəziyyətdə. Gəlin, bunu burada yanında qeyd edək. İkinci vəziyyətdə. Sonra BC-ni biz yarı bölürük. Buna 104 yarısı yox. Təxminən 54 yarısı 27 bu nöqtədir. Bu nöqtəni gəlin birləşdirək. Qütblə. Bu da oldu S2. Yəni S2 nöqtəsinin sürət vektoru. İkinci, üçüncü var. Dördüncü vəziyyət. Dördüncü vəziyyət. Oradan quraq bunu. Gəlin belə quraq. Biraz yerə qənaət eləyək. Xəttin əsas istiqamətini çəkək, sonra baxaq. Bu istiqamət, bunun üzərində qeyd edirik deməli. 53 mm. 53 həmişə sabit qalır. 53 B nöqtəsinin sürət vektoru, sürətidir. Sürət vektorunun moduludur. Modulunu təsvir edən parça. Bu oldu bizdə P nöqtəsi, bu oldu bizdə B nöqtəsi. B-nin ucundan deməli 4-cü vəziyyətə çəkirik. B4 C4-də B4 C4'e perpendikular harfini hareket bozun böyle. Sonra P nöqtəsindən çəkirik. D4 C4'e perpendikular C4 D'ye perpendikular. Böyle bu bizde oldu B noktası, burası C. Yani sürətlər planında gördüğünüz gibi uygun noktalar həmişə balaca hərflərlə qeyd olunur. P oldu bizdə balaca B, belə. Artıq xətləri pozaq. Sonra bu parçanı yarı bölək. Təxminən 14'dür, yarısı 7'dir. Bizdə S2 nöqtəsidir və S2'ni birləşdirək P ilə alırıq. Alacağıq. S2 nöqtəsinin deməli 4-cü vəziyyətdəki sürət vektorunu təsvir edən parça. Mən bunları biraz qalınlaşdırım. Yaxşı görmək üçün.
Yəni, bu da belə gəldi. Bu bizdə oldu 4-cü vəziyyət. Yəni, bunu yaddan çıxarmayın, həmişə qeyd eləməyin. Keçək 5-ci vəziyyətə. 5, 5, yaxşı. 5. 5-ci vəziyyətdə. Gəlin onu elə burada çəkəcəm. 53 millimetrlik parça. P nöqtəsi. Biraz qalınlaşdırım ki, yaxşı görünsün. Belə, biraz yaxşı alınmadı. Çəkim biraz yaxşıdır. Dəqiqə. Belə. Sonra P nöqtəsindən çəkirik. Bir dəqiqə. Bunu sabitləşdirək. Deməli, bu oldu bizə B nöqtəsi, balaca B. B nöqtəsindən çəkirik. Deməli, 5-ci vəziyyətdə B5 C5-ə perpendikulyar. B5 C5-ə perpendikulyar. Nisbi sürət. Və P nöqtəsindən çəkirik. C5 D-yə perpendikulyar. Yəni, bu istiqaməti qeyd edim, sonra burada biz onu uzadarıq. Deməli, gəlin, buradan qeyd eləməliyik onu. Bu dəqiqə hamısını çəkəcəyik. Bu da beləsindən gəlir. Deməli, bu xətti buradan uzadaq bu tərəfə. Gördünüz mü? Artıq xətti buradan pozaq. Bu bizdə oldu C nöqtəsi. Bunu biraz qalınlaşdıraq. Bunun ortasını tapaq parçanın 2, təxminən 1. Bunu da birləşdirək mərkəzlə. Bu da oldu S2 nöqtəsi. Bu oldu bizdə 5-ci vəziyyət. Belə, çox yaxşı. Keçək 6-cı vəziyyətə. 6-cı vəziyyətdə deməli AB6 buna bir perpendikulyar çəkək. Gəlin, burada yerimiz var. Gəlin, burada çəkək. 6 belə, yaxşı. Burada yaxşı alınmalıdır. Mən baxıram ki, buraya yerləşəcək, yoxsa yox, yerləşməlidir. Deməli, belə. Yenə də 53 millimetr. Yani 3 millimetr. Belə. Sonra bu bizdə 6-cı vəziyyətdir. B6 C6-ya perpendikulyar çəkək. Bunun ucundan görsün, biraz yerləşməli. Belə. Bu tərəfə gələcək. Ona görə gəlin bunu biraz aşağı çəkim. Aşağı çəkək. Belə gələcək deməli bizdə. Buradan çəkək başlanğıcını.
53 milimetr. 53 milimetr. Sonra deməli həmin o B6 C6-ya perpendikulyar yaxşı çəkim, sonra düzəldərəm. Belə. Sonra isə bu bizdə P nöqtəsidir. Sonra isə P nöqtəsindən DC6-ya perpendikulyar. DC6 da budur. Buna bir dənə perpendikulyar çəkməliyik. Gəlin bunu mən belə yazım. Buradan qeyd edim, sonra çəkərik. D6 C6. Gördünüz, yaxşı alındı burada. Deməli, buradan da çəkəndə gəlib burada kəsişdiririk. Biraz uzadaq. Burada kəsişdilər. Bu deməli oldu bizdə B nöqtəsi. Bu oldu C nöqtəsi. Bu da həmin o sürətlər. İndi BC parçasını burada yarı bölək. 82 yarısı elədi 41 milimetr. Bu oldu bizdə S2 nöqtəsi. P-ni də birləşdirəndə burayla alırıq S2 nöqtəsinin sürət vektorunu təsvir edən parça. Bu oldu bizdə 6-cı vəziyyət. 7-ci vəziyyət. 7-ci vəziyyət. Gəlin çəkək burada 7-ci vəziyyəti bir perpendikulyar çəkək. Gəlin buradan çəkək. 7-ci vəziyyət. Bunu haradan götürək ki, yaxşı yeri. O da belə biraz iri alınacaq. Çox güman ki. Belə. Buranı pozaq. 7-ci vəziyyət. Belə. Yaxşı. İndi bu bizdə olsun, məsəl üçün P nöqtəsi. Buradan da bir 53 milimetrimizi qeyd edək. Bu olsun bizdə B nöqtəsi. B nöqtəsindən çəkirik, deməli biz B7 C7-yə perpendikulyar. B7 C7-yə perpendikulyar. Ha, belə. Və C7D'yə də çəkək perpendikulyarımızı P nöqtəsindən. Bunlar çox uzanır. Görürsün, uzanır, gəlir bura. Ona görə gəlin bunu biraz belə edək biz. Yəni, belə hallar olur sürət planı quranda. Bunu biraz yuxarıdan çəkək. Belə. Deməli, 7-ci vəziyyət. Haradasa belə götürəcəyik. Buradan indi 53-ümüzü, 53'ü qeyd edək. Başlanğıcı burada götürürük. 53'ü, 53 milimetri burada qeyd edək. Buranı pozaq. Və şimdi onları qeyd edək. Deməli, əvvəlcə B7 C7-yə və yaxud ki perpendikularımızı çəkək. Belə. Sonra indi qalınlaşdırarıq. Sonra isə həmin bu DC7-yə perpendikularımızı çəkək. Aha, gördünüz, indi alındı.
Daha doğrusu bayaq da alınmışdı. Sadəcə gəlib o biri qurumanın üstünə çıxırdı. Ona görə biz bunu burada belə etdik. Qalınlaşdıraq. Bunu da qalınlaşdıraq. Bu deməli bizdə oldu P nöqtəsi. Bu oldu 7-ci vəziyyət. Deməli oldu B nöqtəsi. Bu da oldu bizdə C nöqtəsi. Deməli P və oxu çəkirik belə. İndi B, C-ni biz bölək yarı 76 olsun 38. Bunu da burayla birləşdirək. Bu da oldu S2 nöqtəsi. Yaxşı, bir də yoxlayım. Belə. Düzdür. Bu oldu 7-ci vəziyyət. Gəlin qeyd edək burada. Qaldı 8-ci vəziyyət. Belə 8 necə alınır bizdə? 8-i gəlin belə buralarda bir yerdə quraq. 8-ci vəziyyətdə çəkək əvvəlcə. Deməli, buna perpendikulyar. Mən bir dəqiqə baxım görüm, hardan quraq. 8. Yox, yaxşıdır. Buradan alınacaq. Deməli, götürək. 53-ümüzü, 53 50, bu da 3. Deməli, sürət bu tərəfədir. Bu bizdə P nöqtəsidir. Bir balaca qalınlaşdıraq. Sonra bunun ucundan bu bizdə B nöqtəsidir. Bunun ucundan deməli çəkirik B8 C8-ə perpendikulyar və P nöqtəsindən çəkirik D C8-ə perpendikulyar. D C8-ə perpendikulyar. Görürsünüz, nə yaxşı burada kəsişdilər yaxında. Hətta bu qurmanı biraz aşağıda qura bilərdik ki, yerə qənaət edək. Eyb yox, belə də gedər. Deməli, ümumiyyətlə, çəkəndə biraz çalışın ki, yerə qənaət edəsiniz. Yəni, artıq bizdə belə yerə qənaət oldu. Biz burada indi təcil planını, sonraki dərsdə və qüvvə analizində bu vərəqdə artıq yerləşdirə bilərik. Bu da oldu bizdə 8-ci vəziyyət. Yəni bir şey yaddan çıxdı. Gəlin bunu da qeyd edək. 18, bunun yarısı 9. Bu oldu S2 nöqtəsi. Bu da bizdə S2. Bu oldu bizdə C nöqtəsi. Bu da oldu bizdə 8-ci vəziyyət. Gəlin bunu bota yazaq. Beləliklə, əziz tələbələr, sürətlər planını da biz qurduq. Bunu qurandan sonra burada yaxşı olar ki, bir yerdə biz bunu qeyd edək. Adını harada qeyd edək? Məsələn, burada yer var. Yəni də buradan qeyd edək. Gəlin burada yazaq. Yazaq. Sürətlər planı. Sürətlər planı. Altından xətt çəkək. Yazırıq. MV bərabərdir 0,2 metr bölünmüş saniyə olsun millimetr. Ha belə. Peni pozaq, biraz alttan çəkək. Beləliklə, sürətlər planını da biz qurduq. Növbəti dərsimizdə baxılan mexanizmin təcillər planının qurulmasını öyrənəcəyik.
Əziz tələbələr, sürətlər planının qurulmasını biz qurtardıq. Ancaq bu sürətlər planını qurandan sonra həm hesabatın lakonik olması üçün, həm kəmiyyətlərin necə dəyişməsini yaxşı görmək üçün belə bir cədvəl də qurmaq lazımdır. Yəni bu alınmış parçaları buradakı bu cədvələ köçürüb və real həqiqi sürətlərə hesaplamaq lazımdır. Yəni biz keçən dərsdə göstərdik ki, bunu üçüncü vəziyyət üçün etdik, qalın xətlərlə göstərilmiş vəziyyət üçün, üçüncü vəziyyət üçün etdik və burada hesabatları göstərdik. İndi isə biz bu cədvəli qururuq və burada yazırıq. Yəni burada bir işarə qoyaq. Yazaq lap bura A. Yazırıq. A. Vektor tənliyini qalan 7 vəziyyət, yəni vəziyyətlərin cəmi sayı 8 vəziyyətdir. Birini həllənmişik əvvəldə. Ona görə qalan 7 vəziyyət üçün həll edirik və nəticələri aşağıdakı cədvələ yazırıq. Gəlin indi bu nəticələri bu cədvələ köçürək. Yəni bu çox rahatlıqla həyata keçirilir. Həm də bu cədvəlin qurulmağı sonraki işləri, məsələn, tutaq ki, əgər biz mexanizmin dinamik analizini həyata keçiririksə, bu cədvəl çox vacibdir. Bu işimizi xeyli asanlaşdırır. PB parçası. PB parçası bizdə 53 mm-dir. Bunu biz əvvəldən özümüz qəbul etmişik. Gəlin göstərək. Bütün vəziyyətlərdə deməli, PB bizdə 53 mm-dir. Görürsünüz, 53. Məsələn, üçüncü vəziyyət, birinci vəziyyət 53 mm-dir. Məsəl üçün, ikinci vəziyyət 53. Ona görə yazırıq 53. Digər vəziyyətlərdə bu sabitdir. Bütün, deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8 vəziyyət. Bu PB parçası dəyişmir. Yəni, bu onu əks etdirir ki, giriş bəndinin sürəti də bizdə dəyişmir. Giriş bəndinin sürəti 1,58-dir. Yazaq bura, deməli, 1,58. Digər vəziyyətlərdə də bu elə eyni qalacaqdır. Görürsünüz, biz burada kəmiyyətin həm bu çertyojda sürətlər planında təsir edən parçanı və o parçaya uyğun sürəti göstərmişik. Çertyojdakı bu parça millimetrdən ölçülür. Sürət isə ayın 2 metr/saniyə ilə ölçülür. Digər kəmiyyətlərdə hamısı bu cürdür. Əvvəlcə parça, sonra sürət. Parça, sürət, parça, sürət və axırda biz omega 2-ni təyin edəcəyik. Gəlin PC-lər yazaq. PC. Birinci vəziyyət. PC bizdə 0-dır. Kənar vəziyyətdir. Sürəti 0-dır, parça 0, sürət 0. İkinci vəziyyət, PC ölçürük. Deməli, 28 mm. Yəni, yazaq, sonra vurub yazarıq qiymətlərini. Üçüncü vəziyyət, 50 mm. Dördüncü vəziyyət, qalxdı yuxarı buna, bu oldu 57 mm. Beşinci vəziyyət 37 mm. Altıncı vəziyyət 40 mm. Yeddinci vəziyyət 7-ci vəziyyət nə qədərdir? 95 mm. 95 mm.
və 8-ci vəziyyət 42 mm. 42 mm. Bunlar indi gəlin hələ vurmamışdan əvvəl digər parçaları da yazaq, bir dəfəli hamısını vurub yazarıq. Keçək BC-lərə. Birinci vəziyyədə BC ilə PC-yə bərabərdir. Bu bir tam deməli 53 mm-dir. Çünki bu kənar vəziyyətdir. Deməli oldu 53 mm. Sonra ikinci vəziyyət. Təxminən 54 mm. Üçüncü vəziyyət 37 mm. Dördüncü vəziyyətdə bu azalıb, gəlib olub 13 mm. 13 mm. Beşinci vəziyyət, deməli 4. Beşinci vəziyyətdə gəldi bu 21 mm. Altıncı vəziyyətdə deməli BC parçası böyükdür burada. Bu olub deməli 82 mm. 7-ci vəziyyət. Yox, bağışlayın. 6-cı vəziyyətdə 82. 7-ci vəziyyətdə BC parçası burada da böyüdür. 76 mm və 8-ci vəziyyətdə yenə azalır, gəlir olur 17 mm. PS2 parçası 17-ni yazıb bura. PS2 parçası gəlin ölçək. Birinci vəziyyətdə biz PS2-ni bayaq qeyd eləmədik. PS2 həmişə BC-nin ortasındadır. 53-ün deməli yarısı eləyəcək təxminən 27 yarım. Bax, bura düşəcək. Onu bayaq yaddan çıxmışdı qeyd eləmək. İndi qeyd eləyək. Deməli, PS2 birinci vəziyyətdə 53-ün yarısı. Təxminən yazaq. 27 olsun. 27 mm. 26 yarım da 27 yazırım. Sonra ikinci vəziyyətdə İkinci vəziyyətdə 34 mm. Üçüncü vəziyyətdə 48 mm. 48 mm. Dördüncü vəziyyətdə 55 mm. Beşinci vəziyyətdə 49 mm. Altıncı vəziyyətdə 23 mm. Yedinci vəziyyət 68 mm. Səkkizinci vəziyyət 48 mm. İndi gəlin bunları tez şəkildə yazaq bura, vuraq miqyasa. Bunlar parça, yəni sürət, bu miqyası vuranda həmişə biz sürətlər planına miqyasına %2-yə alırıq onun qiymətini. Bu olacaq 0,56 metr/saniyə. Bu olacaq 1 təxminən metr/saniyə. Bu olacaq 1,4. Bu olacaq 0,74. Bu olacaq 0,8. Bu olacaq deməli 90. Ne olacaq? 1,9.
metr saniye. Bu olacaq 0,84 metr saniye. Gəlirik bura. Bu olacaq deməli bizdə 1 tam yenə %50. 1 tam %53 bunu yazarıq. 1 tam %58. 54 bu olacaq. Hələ bu da deməli 1 tam 0. %8. 0 tam %74. 13. Bu olacaq 0 tam %26 metr saniye. Bu olacaq 0 tam %42. Bu olacaq 1 tam %64. Bu olacaq 1 tam 76. 1 tam %52. Bu olacaq 0 tam %34. Keçək bura P-eskilərə. Bu olacaq 0 tam %54. 0 tam %68. 0 tam %96. 1 tam onda 1. 0 tam %98. 0 tam %46. 0 tam yox bağışlayın. Bu olacaq 1 tam. 1 tam 36. 1 tam virgül 36. Düzdür mü? 2 düzdür. Bu olacaq 0 tam %96. Omega 2. Omega 2'ni biz belə tapırdıq. VSB bölünsün LBS. VSB'lər buradadır. Gəlin artıq kalkulatordan istifadə edək. 1 tam 0,58 bölünsün. Bizdə LBS 0,4'dür. Bölünsün 0,4 bərabərdir. 2 tam yazın belə alaq. 2 tam %65. 0 tam %68 bölünsün 0 tam onda 4. Böylədir 1 tam onda 7. Niyə belə alındı? ÖBS düz yox, mən səhv elədim. Deməli budur. Deməli 1 tam %8 bölünsün 0 tam onda 4. Belədir 2 tam onda 7. İndi düzdür. Sonra 0 tam %74 bölünsün 0 tam onda 4. Belədir 1 tam %85 düzdür. Sonra 0 tam %26 bölünsün 0 tam onda 4 bərabərdir 0 tam %65. 0 tam %42 bölünsün 0 tam onda 4 bərabərdir 1 tam %5. Düzdür. 1 tam %64 bölünsün 0 tam onda 4. Böyledir 4 tam onda 1. Bu da düzdür. 1 tam %52 bölünsün 0 tam onda 4. 3 tam onda 8. Düzdür. 0 tam %34 bölünsün 0 tam onda 4. Öyledir. 0 tam %85. Böylelikle bu cədvəl bizdə bunu da doldurdu. Bu sonraki ikinci A3 formatı, ikinci batma vərəqi, yəni ki, ikinci və yaxud üçüncü, yəni mexanizmin, linkli mexanizmin dinamik analizində bizə lazım olacaq. Əziz tələbələr, bugünkü dərsimizdə
kinematik analizin, qrafik üsulla kinematik analizin son məsələsi təcillər planının qurulmasını nəzərdən keçirəcəyik. Əvvəlcə B nöqtəsinin təcilini yazaq. Çünki B nöqtəsi giriş bəndinə, AB giriş bəndidir. Giriş bəndinə məxsus nöqtənin təcilidir. Yazırıq bura. Təcillər planı. Yazaq. AB təcil bərabərdir. AB normal üstəgəl AB toxunan təcil. AB normal təcil bərabərdir. Omega 1 kvadrat vurulsun LAB bərabərdir. 8 tam əvvəldə qeyd etmişdik kitabda. 8 tam %82. Bunun kvadratı vurulsun LAB 0 tam %12. Bu eləyir 9 tam %33 metr bölünsün saniyenin kvadratı. AB toxunan təcil bərabərdir. Epsilon 1 vurulsun LAB bərabərdir. Epsilon 1 bizdə D omega 1 DT'dir. Vurulsun LAB. Omega sabit götürür. Omega 1'i sabit qəbul edirik. Ona görə də bunun teoremisi 0 olacaq. Bu olacaq 0. Beləliklə, AB nöqtəsinin təcili elə AB nöqtəsinin normal təcillə bərabərdir. Bu təcillər planında, təcillər planı quracaq. Təcillər planında göstərmək üçün, qeyd etmək üçün biz miqyas qəbul etməliyik. Ona görə gəlin belə deyək. Bunun parçası olacaq pi B parçası, yəni B nöqtəsinin təcillə pi B parçası bərabərdir. Götürək 93,3 millimetr. Onda A təcil planına miqyası bərabər olacaq. AB, yəni AB ilə AB normaldır. Bölünsün pi B parçası bərabərdir. 9 tam %33 bölünsün 93 tam onda 3. Bu da eləyir 0 tam onda 1 metr bölünsün saniyenin kvadratı vurulmuş millimetr. Bu oldu bizdə mənim miqyas. C nöqtəsinin təcilini tapmaq üçün vektor tənlikləri tərtib olunmalıdır. Yazırıq. A, B, üstə gəl. A, C-nin B-yə nəzərən təcili. A, C-nin B-yə nəzərən təcili də iki təcildən, normal və toxunan təcillərin cəmindən ibarətdir. Ona görə yazırıq A, C, B. Normal, üstə gəl A, C-nin B-yə nəzərən. A, C-nin B-yə nəzərən. Deməli, buraya belə yazır. A, C-nin, deməli, A, C-nin B-yə nəzərən normal təcili. Üstəgəl A, C-nin B-yə nəzərən toxunan təcili. Deməli, bu oldu bizdə A, C nöqtəsinin tam təcili. Digər tərəfdən A, C nöqtəsinin tam təcili bərabərdir. A, C nöqtəsinin D-yə nəzərən normal təcili. Üstə gəl A, C nöqtəsinin D-yə nəzərən toxunan təcili. Adətən bu D indeksini buraxırlar. Çünki D bizdə dayaqdır. Ona görə birbaşa yazma olar. A, C-nin normal təcili. Üstə gəl A, C-nin toxunan təcili. Beləliklə bu iki tənliyin birləşməsindən yaza bilərik. A, B, üstə gəl A, C-nin B-yə nəzərən normal təcili, üstə gəl A, C-nin B-yə nəzərən toxunan təcili bərabərdir bunlara. A, C-nin normal təcili, üstə gəl A, C-nin toxunan təcili. Bu tənliyə fikir verək. Bu tənlikdə AB təcili, ACB normal təcili, AC normal təcilləri bizə qiymət və istiqamətcə məlumdur. İndi
AB təcilini artıq yazmışıq. ASB normal, AC normal indi yazacağıq. Bunlar qiymət və istiqamətçə məlumdur. Ona görə altdan 2 xətlə qeyd edirik. Bu təcil isə SB toxunan və AC toxunan bunlar ancaq istiqamətləri məlumdur. Deməli, gəlin bunların yazaq qiymətlərini, hərf qeydlərimizi aparaq, yazaq belə. Deməli, AB paraleldir AB bəndinə, çünki normal təcildir. ASB normal paraleldir BC-yə. ASB normal perpendikulardır BC-yə. AC normal təcili, deməli, paraleldir CD-yə. AC toxunan perpendikulardır CD-yə. Özə bu normal təcillər də bu təcil yönəlir. Deməli, C-nin B-yə nəzərən təcilini yazdığımıza görə, deməli, C B-yə nəzərən hərəkət edir, fırlanma hərəkəti. Ona görə C-dən B-yə doğru olmalıdır. C-dən B-yə doğru yönəlir bu təcil. Bu təcil isə D-yə nəzərən hərəkət edir C nöqtəsi, bu olacaq, yəni C nöqtəsi D nöqtəsinə nəzərən nisbə hərəkət elədiyindən, deməli, burada olacaq istiqaməti C-dən D-yə doğru. Bu normal təcil. İndi gəlin bunları yavaş-yavaş burada tədricən yazaq. AB-ni yazmışıq. A, SB normal nəyə bərabərdir? Bərabərdir. Belə yazma olar. Omega 2-nin kvadratı vurulsun LBC və ya biz bundan istifadə edək. Deməli, V kvadrat C-nin B-yə nəzərən sürəti bölünsün LBC-yə. Sonra A, C-nin D-yə nəzərən normal təcili bərabərdir. Olmalıdır omega 3-ün kvadratı vurulsun LCD və ya V C-nin kvadratı bölünsün LCD-yə. Gəlin bunları yazaq, görə qiymətləri nəyə bərabərdir. Bizdə artıq bu qiymətlər var. VCB və VC kvadrat. Deməli, qururuq 3-cü vəziyyət üçün qaralanmış, bu qara xətlərlə göstərilmiş vəziyyət üçün quraq. Gəlin quraq. VCB 3-cü vəziyyətdə. VCB 0,74 olacaq deməli. 0,74-ün kvadratı bölünsün LBC-yə. LBC 0,4-dür. Burada isə VC 3-cü vəziyyətdə 1'in kvadratı yazacaq elə. Bölünsün LCD 0,33'dür. 0,33 bərabərdir. Gəlin bunları hesablayaq, yazaq. 0,74 vurulsun 0,74 bərabərdir. Bölünsün 0,4 elədi. 1 tam %69. 1 tam 369 elədi. 1 tam 369 metr bölünsün saniyənin kvadratı. 1'in kvadratı 1, deməli 1'i bölək 0,33'ə bərabərdir. Bu dərədir 3 tam %3. 3 tam %3. Deməli metr bölünsün saniyənin kvadratı. Gəlin baxaq 3-cü vəziyyətə. Düzdür. Hamısı. İndi bunları biz bu təcillərin parçalarını təyin edək.
parçalarını gəlin belə yazaq. ASB normalın parçası olacaq. B M1 parçası bərabər olacaq A SB normal bölünsün mü A'ya. Deməli, o birisində yazaq. PN2 parçası, bu da PN2 parçası, bu ikinci təcilin parçasıdır. Onu təsvir edən təcilin parçası. Olacaq A, S'nin normal təcili bölünmüş mü A'ya. Deməli, ASB normal bizdə 1/369'dur. ASD bu ise bizdə 3/3'tür. Bölünsü mü A. Mü A bizdə 0.1'dir. Bu da 0.1'dir. Eləyəcək bu 13/69 milimetr. Bu eləyəcək 30/3 milimetr. Gəlin indi bu qiymətlərə əsasən təcillər planını quraq. Götürək karandaşı, qələmi və başlayaq bunları qurmağa. Yox, bu birisiyle bırak. Əvvəlcə başlanğıc, yəni giriş məlinə məxsus B nöqtəsinin təcilini göstəririk. Bu təcil AB bəndinə paraleldir. Gəlin AB bəndinə paralel çəkək. Belə, biraz mən istəyirəm yuxarıdan qurum bunu, ona görə belə, bir də belə göstərək. Burada yaxşıdır vəziyyət, belə. Bəlkə biraz da yuxarıdan eləyə bilərik. Belə. Uzunluğu 93,3 mm qəbul etməliyik. Belə. Artıq xətti pozaq. Deməli, bu vektor təlininə əsasən birinci AB-ni çəkdik. Buna əsasən, deməli, ikinci çəkməli ASB normal. ASB normalın istiqamətini yazmışıq. BC-yə paraleldir. BC-yə paralel. Bunu necə edək? Gəlin belə edək. BC-yə paralel və görürsünüzmü? Aşağı çəkirik. Biraz başla. Belə. Buraya yazaq. Təcillər planının başlanğıcı qütb nöqtə pi. Bu oldu bizdə B nöqtəsi, yəni pi B nöqtəsinin təcilini təsvir edir. Üzərinə gəlik ASB normal. ASB normalın parçası bizdə 13,69'dur. 13,69. Gəlin burada 13,10 deyək. Belə olsun.
Deməli, bu oldu bizdə M1 nöqtəsi. Sonra buradan çəkirik bu xəttə perpendikulyar olacaq toxunan təcil, toxunan təcili təsvir edən parçanın istiqaməti. Sonra ikinci tərəfdən, tənliyin o biri tərəfindən gəlir. AC normal olacaq, həmin C3D-yə paralel. Bunun da uzunluğu 30 milimetrdir. ...30 milimetr. Bu da bizdə N2 nöqtəsidir. İndi buradan N2-dən çəkirik bu xəttə, yəni perpendikulyar, yəni toxunan təcili. Belə. Burada biz kəsişdiririk. Deməli, bu nöqtə kəsişmə nöqtəsini verir. Bu bizdə olacaq C nöqtəsinin təcilinin uc nöqtəsi. Bunu birləşdiririk P nöqtəsi ilə. Alırıq C nöqtəsinin təcilini təsvir edən PC parçasını. Sonra B ilə C-ni birləşdiririk. Alırıq bu xətti. Bu xətt bizdə BC bəndi üzrə təcilin paylanma qanununa uyğunluğunu göstərir. Bu xətti 45 yarı bölək 22 yarım sürətlər planında olduğu üçün və tapırıq S2 nöqtəsini, S2-ni birləşdirək qütb nöqtəsi ilə və bu parça bizə verir. Yəni, gəlin artıq burada biz göstərə bilərik. Deməli, bu parça verir bizə A-S2-ni. Sürətlər planında bir vəziyyətdə göstərdiyini işarələmələr. Burada təcillər planında bir vəziyyət olduğuna görə burada gəlin göstərək. Deməli, bu oldu bizdə PB və bu parça bizdə verir bizə AB-ni. Bu parça, gəlin biraz qalınlaşdırın bunu. Bu parça oldu A, deməli C-nin B-yə nəzirən normal təcili və bu parça bizdə artıq alındı. Deməli, bu parça bizdə oldu A, C-nin B-yə nəzirən toxunan təcili. Bunu qalınlaşdıraq. Bu bizdə oldu A, C-nin normal təcili və bu parça A, C-nin toxunan təcili. Beləliklə, təcillər planı qurulması bitdi. Təcillər planından biz nələri tapırıq? Gəlin bunları qeyd edək. Təcillər planından biz bu kəmiyyətləri təyin edəcəyik. Birincisi, gəlin yazaq. AS2 bərabərdir PS2 parçası vurulsun müaya. Şimdi yazaraq qiymətini tapı yazacaq. Sonra ASB toxunan bərabərdir M1C parçası vurulsun müaya. AC toxunan bərabərdir
N2S parçası vurulsunmu A-ya? Gəlin bunları yazaq. Sonra digər kəmiyyətlərə baxarıq. Pi S2 ölçək bunu görə nə qədərdir? Bu bizdə 72 mm-dir. 72 vurulsun. Miqyas 0.1 idi bizdə. 0.1'dir miqyas. 0.1. Deməli, olacaq. Vurulsun 0.1 elədi 7,2 metr bölünsün saniyenin kvadratı. M1S 43 mm. 43 vurulsun 0.1 elədi 4,3 metr bölünsün saniyenin kvadratı. N2S 37 mm elədi 3,7 metr bölünsün saniyenin kvadratı. Bunları təyin etdik. Pi S nöqtəsinin təcili. Deməli, yazaq A, S-nin təcili. Əslində, bu təcil normalla toxunan təcillərin cəminə bərabərdir. Ancaq gəlin bunu birbaşa elə parçadan da parçanın ifadə edək. Olacaq 50 mm. Deməli, olacaq pi S parçası vurulsun A. O da bərabərdir 50 vurulsun 0.1. Bu da elədir 5 metr bölünmüş saniyenin kvadratı. Yaxşı. Bunların hamısını biz qeyd etdik. İndi qalır buradakı toxunan təcillər. Epsilon 2 və epsilon 3 nəyə bərabərdir? Epsilon 2 bərabərdir. ASB toxunan bölünsün LBS. Bu bərabərdir. AS'nin toxunan təcili bölünsün LSD-yə. Bərabərdir. ASB toxunan bizdə 4,3'dür. Bölünsün LBS bizdə, gəlin buradan baxaq, LBS 0,4'dür. Bu isə AS toxunan bizdə 3,7'dir. LCD-yə böləndə 0,33 bərabərdir. Gəlin bunları da yazaq. 4,3 bölünsün 0,4. 10,75 radyan bölünsün saniyenin kvadratı. Radyan asız kəmiyyətdir. Olacaq 1 bölünsün saniyenin kvadratı. Bunu belə də yazmaq olar. 10,75 saniye üstü mənfi 2. Bu da bərabərdir. İkinci epsilon 3 bərabərdir. 3,7 bölünsün 0,33 bərabərdir. 11,21 saniye üstü mənfi 2. Bununla da təcillər planının qurulması bitir. Bundan sonra bizim dərslərimiz, baxacağımız mövzu olacaq bu mexanizmin, yəni 4 bəndli oynaq mexanizminin kinetostatik analizinin, yəni qüvvələr analizinin yerinə yetirilməsi.